Qəbul olunmuş ən böyük səhvlərdən biri haqqında danışmaq istəyirəm. Təsəvvür edin, eyni diaqnozlu xəstəlikdən əziyyət çəkən iki fərqli şəxs var. Bu şəxslərdən biri müalicə alır. Digəri isə ona baxaraq eyni dərmanları istifadə etməyə başlayır və birincidə nəticə yaxşı alınır, ikincidə isə nəticə uğursuz olur. Gəlin səbəbi aydınlaşdıraq. Dərmanların təsir effekti müxtəlif faktorlardan asılıdır və bunların bir neçəsini sizlərə çatdırım. Birincisi, yaş faktorudur. Yaşı çox olanla, yaşı az olanın maddələr mübadiləsi sürəti müxtəlifdir. Yaşı çox olanda daha az gedir, yaşı az olanda isə daha çox gedir. Dərmanların təsiri də metabolizmdən asılıdır. Demək ki, yaş ən əsas faktorlardan biridir. İkincisi, çəki faktorudur. Çəki çox olanda onlara təyin olunan doza da daha yüksək olur. Yəni, dərmanın dozası ilə insanın çəkisi arasında bir asılılıq vardır. Üçüncüsü cins faktorudur. Qadın və kişilərdə hormonal balans müxtəlifdir və dərmanların təsiri bu balansa əsasən fərqli olur. Dördüncüsü gen faktorudur. Yəni hər bir kəsin özünə məxsus genetik strukturu vardır və bu da dərmanların effektinə birbaşa təsir göstərir. Beşincisi isə qaraciyər və böyrəklərin fəaliyyəti ilə əlaqədardır. Əgər bu orqanlarda yanaşı xəstəlik varsa, o zaman dərmanların təsir effektində dəyişiklik baş verəcəkdir. Bütün sadalanan bu 5 faktorlar dərmanların təsir effekti ilə birbaşa əlaqədardır. Ətraflı məlumat almaq istəyirsinizsə, Dr. Nemo YouTube kanalında bu haqda olan videomu izləyə bilərsiniz, şərhdə fikirlərinizi bildirə bilərsiniz.